Salam, mən Babək Şaqibov, Kainat Tədris Mərkəzinin məntiq müəllimi. Bugün sizlərlə qəbula düşmüş suallardan birinin izahını bölüşəcəm. Deməli, məsələdə Babək, Rəşad, Adil, Həşim, Fəriddən danışır. Bu 5 nəfər, ikisi motosikletlə, ikisi avtobusla və biri piyada gediblər. Biz tapmalıyıq kim motosikletlə, kim avtobusla, kim piyada gedib. Babək motosikletdə onlardan biri ilə getdi. Yəni motosikletdə 2 adamdan biri Babəkdir. Bu nə Fərid, nə də Həşim idi. Deməli, Fəridlə Həşim Babəkin yanında deyil, motosikletdə deyil. Adil Fəridlə getdi. Adil Fəridlə birlikdə getdisə, motosikletdə Babəkin yanında yalnız bir nəfər otura bilər. Piyada yalnız bir nəfər gedibdir. Adillə Fərid 2 nəfər birlikdə gediblərsə, bunlar 100% avtobusla gediblər. Onu da qeyd edirsən. Ondan sonra burada sən nəyi tapırsan? Babəkin yanında nə Fərid idi, nə Həşim. Onda Babəkin yanında motosikletlə gedən məcburən Rəşad olmalıdır. Rəşadı buraya yazırsan. O da məcbur Babəklə Rəşad motosikletdə, avtobusda Adillə Fərid olduğu üçün piyada da Həşim olur. Sizdən də soruşur, kimlər motosikletlə getdilər? Məcbur motosikletlə gedən kimləri tapırsan? Babəklə Rəşad yazmalısan da. B variantı yazmalısan.